Dördüncü. Yepançinin qızlarının üçü də sağlam, gümrah, ucaboy, çox qəşəng, müntəzəm əndamlı idilər. Döşləri iri və qabarıq idi. Kişi əli kimi qüvvətli əlləri var idi. Çox sağlam və qüvvətli olduqları üçün bəzən bolluca yeməyi xoşlayırdılar. Həm də bunu heç gizlətmək də istəmirdilər. Onların anaları general arvadı Lizaveta Prokovyevna qızlarının açıq-saçıq çox yemələrinə bəzən əyri-əyri baxırdı. Lakin qızlar analarının bəzi fikrinə zahirən ehtiram göstərsələr də, əslində bu rəy və fikirlərə bəslənən hörmət hissindən heç bir əlamət qalmamışdı. Hətta o dərəcədə idi ki, üç qızın arasında müəyyən edilmiş yekdil konklav çox vaxt üstün gəlirdi. Konklav Roma papasını seçən kardinallar şurası. Ona görə general arvadı da öz hörmətini saxlamaq xatirinə onlarla mübahisəyə girişmir, güzəştə getməyi üstün tuturdu. Doğrudur, qadın xasiyyətcə tünd olduğu üçün çox vaxt buna əməl etmirdi. Ağıllı şey beyninə batmırdı. Lizaveta Prokovyevna illər keçdikcə daha şıltaq və səbirsiz olurdu. Hətta bir növ sarsaqlamışdı. Buna baxmayaraq əlinin altında olduqca müti və öyrədilmiş əri var idi. Ürəyini boşalda bilməyəndə hiddətindən nə qalırdısa hamısını adətən ərinin başına yağdırırdı. Bundan sonra ailədə ahəngdarlıq yenə də bərpa olunur, hər şey olduqca yaxşı və qaydasında davam edirdi. Əslində general arvadının özünün də iştahası pozulmamışdı. Həm də adətən saat 1-in yarısında qızları ilə birlikdə az qala nahara bənzəyən bolluca səhər yeməyində iştirak edirdi. Qızlar hələ bir xeyli qabaqca, düz saat 10-da yataqdan qalxmamış, yuxudan oyanan kimi hərəsi bir fincan qəhvə içirdi. Onlar buna bir dəfəlik adət etmişdilər. Saat 1-in yarısında isə ananın otaqlarının yaxınlığındakı balaca yemək otağında süfrə açılırdı. Ailəvi səhər yeməyinə vaxtı olanda general özü də gəlirdi. Çay, qəhvə, pendir, bal, yağ, general arvadının özünün çox xoşladığı xüsusi hazırlanmış kömbələr, kotlet və s.dən başqa süfrədə hətta yağlı isti ət suyu da olurdu. Bizim hekayəmizin başlandığı həmin səhər çağı bütün ailə yemək otağına toplanaraq generalı gözləyirdi. O saat 1-in yarısında gələcəyini vəd etmişdi. Hərgah general bir dəqiqə belə geciksəydi, dərhal onun danınca adam göndərərdilər. Lakin general vaxtında gəldi. Arvadı ilə salamlaşıb əlini öpmək üçün yanaşanda hiss etdi ki, qadın ona nə isə şübhə və tərəddüdlə baxır. Bir lətifə münasibəti ilə general adəti üzrə bunu lətifə adlandırırdı. Onun əhval-ruhiyyəsinin bugün məhz belə olacağını hələ bir gün əvvəl hiss etmişdi. Özü də dünən yuxuya gedərkən nigaran idi. Ancaq indi yenə qorxurdu. Qızları öpüşmək üçün ona yaxınlaşdı. Qızların ona acığı tutmasa da hər halda onların da hərəkət və davranışlarında nə isə xüsusi bir nigarançılıq vardı. Doğrudur, general müəyyən səbəblərə görə həddən artıq şəqqaq olmuşdu. Lakin o təcrübəli və mahir ata və ər idi. Buna görə də dərhal tədbir görə bilmişdi. Hərgah biz burada ara verib hekayətimizin əvvəlində general Yepançinin ailəsini əhatə edən münasibətlər və şəraiti açıq və dəqiq şəkildə müəyyən etmək üçün bəzi izahatın köməyinə müraciət etsək, təsvirimizin qabarıq və aydın olmasına bəlkə bir o qədər xələl toxundurmarıq. Biz bu saat dedik ki, general bir o qədər təhsilli adam deyildi. Əksinə, özünün dediyi kimi məktəbsiz filansız, müstəqil surətdə savad öyrənmiş adam idi. Buna baxmayaraq,
təcrübəli ər və mahir ata idi. Yeri gəlmişkən deyək ki, o öz sisteminə riayət edərək qızlarını ərə getməyə tələsdirmirdi. Yəni onların başlarının üstünü kəsdirmirdi. Onların xoşbəxtliyini arzu edən valideyn məhəbbətini göstərməklə qızlarını narahat etmirdi. Halbuki ərgən qızların çox olduğu ən ağıllı ailələrdə də ata-analar çox vaxt qeyri-iradi və təbii şəkildə təzahür edən bu cür məhəbbətlə onları narahat edirlər. Bunun çətin iş olmasına baxmayaraq, general hətta Lizaveta Prokofyevnanı öz sisteminə riayət etməyə alışdırmışdı. Çətinlik isə məsələnin qeyri-təbii olmasında idi. Lakin generalın dəlilləri fövqəladə əhəmiyyətli idi. Ciddi faktlara əsaslanırdı. Bir də ki, öz iradə və qərarlarında tamamilə azad olan ərgən qızların nəhayət təbii ki, ağılları başlarına gəlməli idi. Onda iş qızışardı. Ona görə ki, şıltaqlıq etməz, lüzumsuz tələbkarlıq irəli sürməzlər. İşdən həvəslə yapışarlar. Valideynlərin isə borcu ancaq ondan ibarətdir olar ki, sayıq olsunlar. Mümkün qədər xəlvətcə nəzarət etsinlər ki, qızlar özləri üçün ləyaqəti olmayan ər seçməsinlər. Qeyri-təbii bir əhvalat baş verməsin. Sonra isə məqamı çatan kimi fürsətdən istifadə edərək var qüvvə ilə kömək edib işi hər vasitə ilə düzgün istiqamətləndirsinlər. Nəhayət bir məsələ də var idi ki, onların var dövlət və ictimai nüfuzları ildən ilə geometrik silsilə üzrə artırdı. Demək, zaman keçdikcə onun qızları hətta adaxlı kimi də qazanırdılar. Lakin bütün bu dəf edilməz faktlar arasında bir fakt da meydana çıxmışdı. Böyük qız Aleksandra birdən və heç gözlənilmədən, bu elə həmişə belə olur, 26 yaşına girmişdi. Elə bu vaxt kübar cəmiyyətə mənsub olan, yüksək rütbəli şəxslərlə oturub duran, saysız hesabsız var dövlət sahibi olan Afanasi İvanoviç Totski də öz köhnə arzusunu, evlənmək istədiyini bildirmişdi. Totski zərif xasiyyətə, fövqəladə incə zövqə malik 55 yaşlarında bir adam idi. O, özünə layiq arvad almaq istəyirdi. Özü də fövqəladə gözəllik sərrafı idi. Totski general Yepançinlə bir müddətdən bəri çox bərk dostlaşdığı üçün onların qarşılıqlı surətdə bəzi maliyyə əməliyyatlarında iştirak etdiklərinə görə bu dostluq daha da artmışdı. Bu işə rəhbərlik etməsini ondan xahiş etmişdi. Onun qızlarından birinə evlənmək imkanı varmı? Buna ümid etmək olarmı? General Yepançinin sakit və gözəl davam edən ailə həyatında açıqdan açığa dönüş yaranırdı. Qabaqca dediyimiz kimi, ailədə danışıqsız gözəl kiçik qız Aglaya idi. Lakin fövqəladə xudpəsənd olan Totskinin özü də başa düşmüşdü ki, onun qisməti bu qız deyil. Aglayanı ona verməzlər. Ola bilsin ki, bacıların arasında hökm sürən kör-körənə məhəbbət və hədsiz qızğın dostluq işi mürəkkəbləşdirirdi. Lakin Aglayanın taleyi onların arasında ən səmimi tərzdə sadəcə tale kimi deyil, yer üzünün ideal cənnəti kimi nəzərdə tutulurdu. Aglayanın gələcək əri varlı olmaqdan başqa bütün kamil keyfiyyət və müvəffəqiyyətlərə malik şəxsiyyət olmalı idi. Bacılar öz aralarında artıq əskik bir söz demədən belə qərara gəlmişdilər ki, lazım olsa Aglayanın xeyrinə güzəştə gedəcəklər. Aglaya üçün misilsiz cehiz müəyyən edilmişdi. Valideynlər iki böyük bacının bu sazişindən xəbərdar idilər. Ona görə də Totski generaldan məsləhət istəyəndə onların arasında heç bir şübhə yox idi ki, böyük bacılardan biri, yəqin ki, onların arzusunu yerinə yetirməkdən imtina etməyəcəkdir. Burası da var idi ki,
Afanasi İvanoviç cehiz məsələsində çətinlik çəkməyəcəkdi. O ki qaldı Totskinin təklifinə, general bunu dərhal həyatı çox yaxşı bilən bir adam kimi fövqəladə yüksək qiymətləndirmişdi. Totski özü də bəzi xüsusi şəraiti nəzərə alaraq fövqəladə ehtiyatla hərəkət edir və hələ zəmin hazırlayırdı. Bu səbəbdən valideynlər də öz qızlarına üstü örtülü tərzdə lap uzaq gələcək üçün nəzərdə tutulan fikirlərini söyləmişdilər. Buna qızlardan lap yəqin olmasa da heç olmazsa təskinlik verici cavab almışdılar ki, böyük bacı Aleksandra mümkündür ki, imtina etməz. Aleksandra xasiyyətcə möhkəm olsa da mərhəmətli, dərrakəli və son dərəcə ünsiyyətli idi. Totskiyə hətta məmnuniyyətlə ərə gedərdi. Söz versəydi, bu sözü yerinə yetirərdi. Aleksandra şöhrəti filanı xoşlamırdı. Nəinki qayğı və baş ağrısı törətməz, sərt və kəskin tələblər irəli sürməz, hətta həyata şirinlik gətirib rahatlıq yaradardı. Böyük bacı bir o qədər cazibədar olmasa da gözəl qız idi. Totski üçün bundan yaxşı nə ola bilərdi ki? Buna baxmayaraq, iş hələ çox ehtiyatla davam etdirilirdi. Totski ilə general öz aralarında dostcasına belə şərtləşmişdilər. Nə qədər ki məqamı çatmayıb, hər cür rəsmi və qəti addım atmaqdan imtina etsinlər. Hətta valideynlər də hələ öz qızları ilə tamam açıq danışmırdılar. Sanki ixtilaf da baş vermək üzrə idi. Qızların anası general arvadı Yepançina nə üçünsə narazılıq edirdi. Bu isə çox mühüm cəhət idi. Burada hər şeyə mane olan bir əhvalat, bir müəmmalı və cəngəl qəziyyə mövcud idi ki, bunun da nəticəsində bütün iş həmişəlik pozula bilərdi. Bu müəmmalı və cəngəl Totskinin özünün dediyi kimi qəziyyə hələ çoxdan, təqribən 18 il bundan əvvəl başlamışdı. Afanasi İvanoviçin orta quberniyalardan birindəki ən zəngin malikanələrindən biri ilə yanaşı, kiçik malikanəli və çox yoxsul bir mülkədar çox ağır vəziyyətdə yaşayırdı. Bu adam lətifə dərəcəsinə varan fasiləsiz uğursuzluqlara məruz qalan diqqətə layiq bir şəxs idi. Nəcib Zadəgan xanədanına mənsub olan istefaya çıxmış zabit idi. Hətta zadəganlıq cəhətdən də Totskidən üstün idi. Adı Filip Aleksandroviç Baraşkov idi. Özü də xirtdəyə qədər borc içində idi. Bütün var yoxunu girov qoymuşdu. Bu adam böyük zəhmət və məşəqqət, ağır əmək nəticəsində nəhayət özünün kiçik təsərrüfatını birtəhər, babat qaydaya sala bilmişdi. İşi bir balaca düz gətirən kimi hədsiz dərəcədə sevinirdi. Nəyə isə bəslədiyi ümiddən ruhlanıb, şadlanan bu zadəcan ən çox borc almış olduğu bir adamla görüşmək və mümkün olsa borc məsələsini həll etmək, düzəlişmək üçün bir neçə günlüyə Qəza şəhərinə yollandı. Şəhərə gələndən 3 gün sonra sifəti yanmış, saqqalı qarsalanmış, kofxası atını çapa-çapa özünü şəhərə yetirib mülkədara xəbər verdi ki, malikanə yandı. Özü də dünən günorta çağı. Bundan başqa arvadı da yandı. Uşaqları isə sağ-salamat qalıblar. Hətta dırnaqarası taleyin uğursuzluqlarına adət etmiş Baraşkov da bu gözlənilməz hadisəyə dözə bilmədi. Dəli olub bir aydan sonra qızdırma içində öldü. Yanmış malikanənin kəndliləri yerini yurdunu tərk edərək hərəsi bir tərəfə dağıldı. Malikanəni satıb borcları ödədilər. Baraşkovun uşaqlarını 6-7 yaşında olan 2 balaca qızı isə Afanasi İvanoviç Totski alicənablıq edib öz himayə və tərbiyəsinə götürdü. Onlar Afanasi İvanoviçin malikanə müdirinin uşaqları ilə birlikdə tərbiyə olunmağa başladılar.
Bu müdir istifaya çıxmış çoxailəli məmur idi. Özü də alman idi. Çox keçmədən təkcə Nastasiya sağ qaldı. Kiçik qız isə göğüskürəkdən öldü. Xarici ölkədə yaşayan Totski biraz sonra bu uşaqları tamamilə unutdu. 5 il keçəndən sonra bir dəfə Afanasi İvanoviç yolüstü öz malikanəsinə baş çəkmək fikrinə düşdü. Qəflətən özünün kənd evində öz alman müdirinin ailəsində gözəl bir uşaq, 12 yaşında bir qız gördü. Zirək, göyçək, ağıllı və misilsiz dərəcədə gözəllik vəd edən bir qız. Afanasi İvanoviç bu məsələdə çox məharətli sərraf idi. Bu dəfə o, malikanədə cəmi bir neçə gün qaldı. Lakin lazımi sərəncam verməyi unutmadı. Qızın tərbiyəsində xeyli dəyişiklik baş verdi. Qızların kübar cəmiyyət ruhunda tərbiyə edilməsində təcrübəsi olan hörmətli və yaşlı mürəbbiyə dəvət olundu. Bu, İsveçrəli qadın təhsilli idi. Fransız dilindən başqa müxtəlif elmləri də öyrədirdi. O, kənd evinə köçdü. Beləliklə də balaca Nastasiyanın tərbiyəsi fövqəladə bir miqyas aldı. Düz 4 ildən sonra bu tərbiyə başa çatdı. Mürəbbiyə getdi. Nastasiyanın dalınca bir xanım gəldi. O da nəysə mülkədar arvadı idi. O da cənab Totskinin malikanə qonşusu idi. Ancaq ayrı uzaq quberniyadan idi. Afanasi İvanoviçin təlimat və tapşırığına əsasən Nastasiyanı özü ilə apardı. Bu kiçik malikanədə də təzəcə tikilmiş balaca taxta ev var idi. Bu ev xüsusi bir səliqə və zövqlə döşənmişdi. Elə kəndin özü də sanki qəsddən Otradnoye kəndi adlanırdı. Mülkədar arvadı Nastasiyanı birbaş bu sakit balaca evə gətirdi. Qadın dul idi, uşaqları yox idi. Buradan cəmi bir verst aralı yaşadığı üçün özü də Nastasiyanın yanına köçdü. Nastasiyaya qoca ambardar qarı ilə gənc təcrübəli bir qaravaş qulluq etməyə başladı. Evdə musiqi alətləri, qız üçün çox gözəl kitabxana, şəkillər, estamplar, karandaşlar, fırçalar, boyalar, çox gözəl bir levretka, köpək var idi. 2 həftədən sonra isə Afanasi İvanoviçin özü də təşrif gətirdi. O zamandan bəri Totski özünün bu ucqar step kəndini nəysə xüsusi bir eşqlə xoşlamağa başladı. Hər yay mövsümündə buraya gəlir, 2, hətta 3 ay qonaq qalırdı. Beləliklə də bir xeyli vaxt 4 il sakit və xoşbəxt, zövq və nəşə ilə keçdi. Bir dəfə belə bir hadisə baş verdi. Qışın əvvəllərində Afanasi İvanoviçin Otradnoyeyə yay səfərinin birindən 4 ay keçəndən sonra bu dəfə o kəndə cəmi 2 həftəliyinə gəlmişdi. Belə bir şayə yayıldı, daha doğrusu Nastasiya Filipovaya xəbər çatdı ki, Afanasi İvanoviç Peterburqda varlı, əsil nəcabətli gözəl bir qızla evlənir. Sözün qısası özünə layiq və yaraşıqlı adaxlı tapıb. Sonralar belə məlum oldu ki, bu şayə ancaq qismən düzgün imiş. Yəni toy əhvalatı o zaman da layihə idi. Hələ yenə də çox qeyri-müəyyəndir. Buna baxmayaraq Nastasiya Filipovnanın müqəddəratında bu zamandan başlayaraq fövqəladə dönüş yarandı. Bu qadın qəfildən elə qeyri-adi qətiyyətlə hərəkət etdi ki, onun bu cür möhkəm xasiyyəti heç vaxt təzahür etməmişdi. Nastasiya Filipovna çox düşünmədən öz kənd evini tərk edərək tək-tənha Peterburqa, birbaş Totskinin evinə gəldi. Totski heyrət etdi. Nə isə demək istədi. Lakin qəflətən ilk sözdən məlum oldu ki, danışıq üslubunu, səs diapazonunu bu vaxta qədər böyük müvəffəqiyyətlə davam etdirən xoş və zərif söhbət mövzusunu, məntiqi hər şeyi tamamilə dəyişmək lazımdır. Onun qarşısında bu vaxta qədər tanıdığı və cəmi cümlətanı iyul ayında Otrodnoye kəndində qoyub gəldiyi qadına
qətiyyən bənzəməyən tamamilə başqa bir qadın əyləşmişdi. Belə məlum oldu ki, bu yeni qadın əvvəldən həddindən artıq çox şeyi bilir və çox şey başa düşür. O qədər çox bilir ki, onun bu cür məlumatları hardan əldə edə bilməsinə, belə dəqiq anlayışları nə cür əxz edə bilməsinə dərindən heyrət etmək lazım idi. Bunları doğrudanmı özünün qız kitabxanasından əxz etmişdi? Hələ bu harasıdır? O hətta hüquq məsələlərinə aid də fövqəladə çox şey başa düşürdü. Həm də ki, kübar cəmiyyət haqqında olmasa da, heç olmasa ən azı bəzi işlərin kübar cəmiyyətdə necə cərəyan etdiyi barədə çox gözəl məlumatı var idi. İkincisi, bu qətiyyən əvvəlki səciyyəyə malik qadın deyildi. Yəni, nə isə ürkək, pansiyona məxsus qeyri-müəyyən, bəzən özünün orijinal şuxluğuna və sadəlövhlüyünə görə cazibədar, bəzən kədərli və dalğın, heyrət edən, təəccüblənən, ağlayan və nigarançılıqla təşviş keçirən məxluq deyildi. Yox, burada onun qarşısında şaqqıldayıb qəhqəhə ilə gülən və onu ən acı və zəhərli kinayə və rişxəndlərlə sancan qeyri-adi və gözlənilməz bir məxluq idi. Bu qadın Totskiyə açıq-aydın şəkildə dedi ki, ilk heyrətdən sonra öz qəlbində ona qarşı dərhal baş qaldıran ən dərin nifrətdən, ürək bulandırıcı nifrətdən başqa heç bir duyğu bəsləməmişdir. Bu yeni qadın Totskinin gözünün içinə deyirdi ki, elə bu saat kimə istəyir, ona da evlənsin. Onun üçün bunun heç bir fərqi yoxdur. Lakin buraya ondan ötürü gəlmişdir ki, onun bu nikahına imkan verməsin. Özü də acıqca imkan verməyəcək. Yalnız ona görə ki, kefi belə istəyir. Deməli ki, elə bu cürdə olmalıdır. Heç olmazsa ona görə ki, mən səni lağa qoyub maskara edib doyunca gülüm. Çünki indi mən də nəhayət gülmək istəyirəm. Nastasiya Filipovna hər halda ürəyini belə boşaldırdı. O, fikrindəkilərin hamısını bəlkə də söyləməmişdi. Lakin yeni Nastasiya Filipovna qəhqəhə ilə gülərək bütün bunları açıb söylədikcə Afanasi İvanoviç ağlında bu işi götür qoy edirdi. Həm də imkan daxilində özünün bir qədər alt-üst olmuş fikirlərini qaydaya salırdı. Bu götür qoy xeyli vaxt apardı. O, hər şeyi başa düşməyə və qəti qərar qəbul etməyə 2 həftə vaxt sərf etdi. Lakin 2 həftədən sonra onun qərarı qəbul olundu. İş burasındadır ki, o zaman Afanasi İvanoviçin təqribən 55 yaşı var idi. Həm də o, son dərəcə mötəbər, hörmətli və möhkəm mövqeyi olan bir adam idi. Kübar əyanlar arasında və cəmiyyətdə onun mövqeyi çoxdan sarsılmaz əsaslar üzərində möhkəmlənmişdi. O, özünü, öz rahatlığını və səliqəli həyatını sevir və son dərəcə nəcib adamlar kimi bunları dünyada hər şeydən yüksək qiymətləndirirdi. Bütün həyatı boyu qərarlaşaraq bu cür gözəl bir şəklə düşən şəraitdə heç bir cüzi pozğunluğa, heç bir cüzi tərəddüdə yol verilməməli idi. Digər tərəfdən Totski təcrübəli adam idi. Hər şeyi dərindən dərinə müşahidə edirdi. O çox tez və fövqəladə düzgün olaraq başa düşdü ki, indi bambaşqa bir məxluqla qarşılaşmışdır. Həm də bu elə bir məxluqdur ki, təhdid etməklə kifayətlənməyəcək. Fikrini mütləq yerinə yetirəcəkdir. Başlıcası isə qətiyyən heç bir şeydən çəkinməyəcəkdir. Ona görə ki, bu məxluq üçün dünyada heç bir şeyin qədir qiyməti yoxdur. Bu səbəbdən onu heç şirnikdirmək də mümkün deyildir. Bu işdə görünür məsələ ayrı cür idi. Totski belə güman edirdi ki, qadında nə isə ruhi sarsıntı əmələ gəlmiş, qəlbən olduqca həyəcanlanmışdır. Allah bilir, bir növ sevgi macərasından kimə qarşı isə və nə üçünsə törəyən qəzəb hissi heç bir ölçü biçiyə gəlməyən misilsiz nifrət duyğusu
bütün varlığına hakim kəsilmişdir. Bir sözlə, bütün bunlar Nəcib cəmiyyətdə son dərəcə gülünc və yol verilməz şeylər idi ki, bunlarla qarşılaşmaq hər bir ləyaqətli şəxs üçün lap Allahın qəzəbinə düçar olmaq idi. Əlbəttə ki, Totski kimi varlı və nüfuzlu bir adam kiçik və tamamilə məsumcasına bir cinayətkarlığa yol verməklə qanqaralıqdan xilas ola bilərdi. Digər tərəfdən aydın idi ki, Nastasiya Filipovnanın özü də məsəl üçün heç olmazsa hüquq cəhətdən heç bir zərər toxundura bilməz, hətta böyük bir dava, şava, mələkə də qaldıra bilməzdi. Çünki onu həmişə asanlıqla məhdudlaşdırmaq olardı. Lakin bütün bunlar ancaq o zaman bu şəkildə təzahür edə bilərdi ki, Nastasiya Filipovna da əcaib tərzdə həddini aşmayıb, hamı kimi ümumiyyətlə belə hallarda olduğu kimi hərəkət etmək qərarına gələydi. Totskinin düzgün nöqteyi nəzəri onun dadına məhz bu yerdə çatdı. O başa düşə bilmişdi ki, hüquq cəhətdən nə qədər zərərsiz olmasını Nastasiya Filipovnanın özü də çox gözəl dərk edir. Həm də onun ağlından keçən və gözlərinin parıltısında əks edən tamamilə başqa şeydir. Heç bir şeyin, heç öz canının da qədrini bilməyən Nastasiya Filipovnanın öz canından çoxdan keçmiş olmasını bu an başa düşmək və bu duyğunun ciddiliyinə inanmaq üçün hər şeydən şübhələnən və kübar cəmiyyətə mənsub bu əxlaqsız şəxs çox ağıllı və dərrakəli adam olmalı idi. Nastasiya Filipovna onu qəlbində qeyri-bəşəri nifrət doğuran adamı lağa qoyub, təhqir etmək xatirinə Sibirə sürgün olunmağa, katorqaya göndərilməyə, özünü həmişəlik və biabırcasına məhv etməyə iradəsi çatan bir qadın idi. Afanasi İvanoviç bir az qorxaq, yaxud daha doğrusu son dərəcə mühafizəkar adam olmasını heç vaxt gizlətmirdi. Məsəl üçün, bilsəydi ki, onu nikah mərasimində öldürəcəklər və ya buna bənzər fövqəladə, rüsvayçı, gülməli və cəmiyyət qaydalarına müğayir bir əhvalat baş verəcəkdir. O, əlbəttə qorxardı. Həm də bu qorxu ona görə yaranmırdı ki, onu öldürər və yaralayıb qanına qəltan edərlər və ya hamının qarşısında sifətinə tüpürə bilərlər və s. və s. Totski bu cür əhvalatın ancaq belə qeyri-təbii və xoşagəlməz şəkildə baş verəcəyindən qorxurdu. Axı Nastasiya Filipovna bu barədə bir kəlmə söz deməsə də məhz bunu nəzərdə tuturdu. Totski bilirdi ki, bu qadın onu çox gözəl başa düşür və xasiyyətini yaxşı öyrənib. Buna görə də ona nə cür zərbə indirmək lazım olduğunu bilir. Toy isə doğrudan da hələ ancaq nəzərdə tutulurdu. Ona görə də Afanasi İvanoviç itaət edib Nastasiya Filipovnaya güzəştə getdi. Onun bu cür qərar qəbul etməsinə bir məsələ də kömək etmişdi. Bu yeni Nastasiya Filipovnanın üzdən əvvəlki qadına qətiyyən bənzəmədiyini təsəvvür etmək çətin idi. Əvvəllər o ancaq göyçək bir qız idi. İndi isə Totski 4 il ərzində bu qadına tamaşa edib onu yaxşı tanıya bilməmişdi. Bunun üçün də özünü xeyli məzəmmət edirdi. Doğrudur, hər iki tərəfdən həm dəruni duyğular cəhətdən, həm də qəflətən dönüş baş verməsinin əhəmiyyəti böyükdür. Bir də ki, keçmişdə də elə anlar olurdu ki, bu gözlərə baxanda bəzən onun ağlına qəribə fikirlər gəlirdi. İndi Totski o anları xatırlayıb düşünürdü. Bu baxışlarda nə isə dərin və mübhəm kədər, qüssə duyulurdu. Onun baxışı elə bil ki, mübhəm, sirli idi. Son 2 il ərzində Totski Nastasiya Filipovnanın çöhrəsinin rənginin dəyişməsinə çox vaxt təəccüb edirdi. Onun rəngi yamanca solğunlaşırdı. Özü də qəribədir. Bunun nəticəsində hətta qəşəngləşirdi. Totski də ömründə çox keflər çəkmiş centlmenlər kimi əvvəlcə hələ çox az yaşamış olan bu qadının
ona necə ucuz qiymətə başa gəlməsinə biraz nifrətlə baxırdı, son vaxtlar isə öz fikrinə biraz şübhə ilə yanaşırdı. Hər halda o hələ keçən bahar fəslində belə qərara gəlmişdi ki, Nastasiya Filipovnanı kifayət qədər təmin edərək tezliklə bir nəfər başqa quberniyada qulluq edən ağıllı və tərbiyəli cənaba dəbdəbə ilə ərə versin. Vay vay, indi Nastasiya Filipovna bunu necə kinli-kinli, necə də dəhşətlə lağa qoyub gülürdü. Lakin indi qadında əmələ gəlmiş yeniliyə valeh olan Afanasi İvanoviç hətta belə fikirləşdi ki, bu qadını yenidən istismar edə bilər. O, Nastasiya Filipovnanı Peterburqa köçürmək və onu cah-cəlallı, təmtəraqlı komfortla əhatə etmək qərarına gəldi. O olmasın, başqası olsun. Nastasiya Filipovna ilə vaxtı keçirib lovğalanmaq və müəyyən dairədə hətta öyünmək olar. Afanasi İvanoviç isə özünün bu sahədəki şöhrətinin qədrini bilir, onu yüksək qiymətləndirirdi. Peterburq həyatından 5 il keçmişdi. Əlbəttə, bu müddət ərzində çox şey müəyyənləşmişdi. Afanasi İvanoviçin vəziyyəti təşvişli idi. Hər şeydən pis bu idi ki, bir dəfə qorxandan sonra heç cür sakitləşə bilmirdi. O qorxurdu. Nədən qorxduğunu heç özü də bilmirdi. Sadəcə olaraq Nastasiya Filipovnadan qorxurdu. Bir müddət, ilk vaxtların 2 ili müddətində o şübhələnməyə başlamışdı ki, Nastasiya Filipovna özü ona ərə getmək istəyir. Lakin fövqəladə məğrurluqdan susub səsini çıxarmır və israrla onun təklifini gözləyir. Bu cür iddia çox əcaib olardı. Afanasi İvanoviç üz-gözünü turşudub dərin fikrə gedirdi. O, baş vermiş bir əhvalatla əlaqədar olaraq qəflətən inandı ki, hətta evlənmək təklifini irəli də sürsə, bu təklif qəbul olunmazdı. Buna son dərəcə təəccüb edərək dilxor oldu. İnsan qəlbi belədir. Totski bunu uzun zaman başa düşə bilmirdi. Ona elə gəlirdi ki, bunu yalnız bircə şeylə izah etmək olar. Təhqir edilmiş və fantastik qadının məğrurluğu artıq elə bir dərəcəyə çatır. Qəzəb və hiddət o qədər coşur ki, təklifi rədd edib öz nifrətini bildirmək onun üçün öz vəziyyətini həmişəlik olaraq müəyyən edib ən yüksək əzəmət və cəlala ucaltmaqdan daha xoşdur. Ən pis cəhət bu idi ki, Nastasiya Filipovna özünü həddən artıq yüksək tuturdu. Şirinliklendirməyə də aldanmırdı. Hətta külli miqdarda maddi maraqlar da onu cəlb etmirdi. Ona təklif olunan komfortu qəbul etmiş olsa da çox sadə yaşayırdı. Bu 5 il ərzində özü üçün heç bir şey toplamamışdı. Afanasi İvanoviç əl-qolunu bağlayan zənciri parçalamaq üçün risk edib çox hiyləgər bir vasitəyə əl atmaq fikrinə düşdü. O, çox məharətlə təşkil edilən yardım, ən ali və müxtəlif cəlbedici vasitələrlə onda hiss edilmədən və ustalıqla maraq oyatmağa çalışdı. Lakin təcəssüm etdirilən ideallar, knyazlar, qusarlar, səfarətxana katibləri, şairlər, romançılar, hətta sosialistlər də heç bir şey Nastasiya Filipovnaya təsir göstərə bilmədi. Sanki onun köksündə çırpınan ürək deyil, daş idi. Hissləri isə quruyub bir dəfəlik məhv olmuşdu. O, çox zaman tək tənha yaşayır, mütaliə edir, hətta oxuyub öyrənirdi. Musiqini sevirdi. Tanışları az idi. O, daim yoxsul və məzəli məmur arvadları ilə yaxınlıq edirdi. 2 nəfər aktrisa qoca qarılar tanıyırdı. Hörmətli və axıl bir müəllimin böyük ailəsini çox sevirdi. Bu ailədə də onu çox sevir və məmnuniyyətlə qəbul edirdilər.
Axşamlar çox tez-tez onun evinə ən çoxu 5-6 nəfər toplaşırdı. Totski lap tez-tez və müntəzəm gəlirdi. Son vaxtlar general Yepanchin Nastasiya Filipovna ilə çox çətinliklə tanış ola bilmişdi. Eyni zamanda Ferdishenko familiyalı gənc bir məmur onunla heç bir çətinlik çəkmədən çox asanlıqla tanış ola bilmişdi. Bu Ferdishenko son dərəcə ədəbsiz və şit bir hoqqabaz idi. Özünü şən göstərməyə çalışır və çox içirdi. Nastasiya Filipovnanın tanışlarından biri Ptitsin familiyalı qəribə bir gənc idi. Bu təvazökar, səliqəli və üst başına fikir verən adam idi. Yoxsulluqdan yaxa qurtarıb sələmçi olmuş bir şəxs idi. Nəhayət Gavrila Ardalyonoviç də tanış oldu. İş bununla qurtardı ki, Nastasiya Filipovna haqqında çox əcaib şayə yayıldı. Onun gözəlliyindən hamı baxəbər idi. Vəssalam, bu qədər. Heç kəs heç bir şeylə lovğalana bilməzdi. Heç kəs heç bir şey söyləyə bilməzdi. Bu cür şöhrət onun təhsil və biliyi, zərif hərəkəti, iti zəkası, bütün bunlar Afanasi İvanoviçdə qəti olaraq müəyyən bir plan tərtib etmək fikri oyatdı. General Yepançinin bu əhvalatda şəxsən son dərəcə fəal və son dərəcə yaxından iştirak etməsi məhz bu vaxtdan başlanırdı. Totski general Yepançinə son dərəcə iltifatla dostcasına müraciət edərək onun qızlarından biri haqqında generaldan məsləhət soruşanda elə oradaca hər şeyi ən nəcib tərzdə alicənablıqla açıb söyləyərək etiraf etdi. O etiraf etdi ki, azadlığını əldə etmək üçün heç bir vəsaiti əsirgəməməyi qəti qərarı almışdır. Dedi ki, hətta Nastasiya Filipovnanın özü onu sonralar qətiyyən narahat etməyəcəyini söyləmiş də olsa, sakit ola bilməyəcəkdir. Söz vermək onu qane etmir. Ona tam və təminatlı zəmanət lazımdır. Sözləşib birlikdə işə girişməyi qərarı aldılar. Əvvəlcə belə şərtləşdilər ki, ən təsirli vasitələri işə salıb, necə deyərlər, yalnız nəcib ürək tellərini ehtizaza gətirsinlər. İkisi də Nastasiya Filipovnanın yanına gəldilər. Totski açıqdan açığa öz vəziyyətinin dözülməz dəhşətindən danışmağa başladı. Hər şeydə özünü günahlandırdı. Açıq söylədi ki, yol vermiş olduğu ilk hərəkət üçün peşmançılıq çəkə bilmir. Çünki o, islah edilməz, şəhvətpərəst bir adamdır. İxtiyarı özündə deyil. Lakin indi o evlənmək istəyir və bu son dərəcə ləyaqətli və kübar nikah mərasiminin bütün müqəddəratı onun əlindədir. Sözün qısası, Afanasi İvanoviçin bütün ümidi onun nəcib qəlbindədir. Sonra bir ata kimi general Yepançin danışmağa başladı. Özü də məntiqlə danışaraq şəfqət doğuran cəhətlərə toxunmadı. Yalnız onu xatırlatdı ki, Nastasiya Filipovna Afanasi İvanoviçin müqəddəratını istədiyi kimi həll edə bilər. Buna onun tam ixtiyarı var. Özünün mütiliyini məharətlə nümayiş etdirib elə təsir oyatmağa çalışdı ki, güya onun qızının taleyi, hələ bəlkə də o biri iki qızının taleyi də indi onun, Nastasiya Filipovnanın qərarından asılıdır. Nastasiya Filipovnanın ondan məhz nə istəyirdilər sualına cavab olaraq Totski əvvəlki tərzdə tam açıq şəkildə etiraf etdi ki, o hələ 5 il bundan qabaq elə qorxub ki, Nastasiya Filipovna bir adama ərə getməyincə heç indinin özündə də sakit ola bilmir. O, dərhal əlavə etdi ki, hərgah Nastasiya Filipovnanın haqqında bəzi əsasları olmasaydı, bu cür xahişi irəli sürmək onun tərəfindən əlbəttə ki, mənasız olardı. O, çox yaxşı hiss edib və qəti yəqinlik hasil eləyib ki, çox yaxşı familiyaya mənsub olan, ən ləyaqətli bir ailədə yaşayan gənc bir oğlan, yəni Gavrila Ardalyonoviç İvolgin,
Nastasiya Filipovnanın tanıdığı və öz evində qəbul etdiyi oğlan onu çoxdan bütün varlığı ilə sevir və əlbəttə onun təkcə rəğbətini qazanmaq ümidi üçün canından da keçərdi. Bunu Gavrila Ardalyonoviç ona Afanasi İvanoviçə özü etiraf etmişdir. Həm də çoxdan, dostcasına və gəncliyə məxsus səmimi qəlbdən etiraf edib. Bunu gənc oğlana himayəkarlıq edən İvan Fyodoroviç də çoxdan bilir. Nəhayət, hərgah o Afanasi İvanoviç səhv etmirsə, gənc oğlanın sevgisi Nastasiya Filipovnanın özünə artıq çoxdan məlumdur. Həm də ona elə gəlib ki, Nastasiya Filipovna gəncin bu məhəbbətini rəğbətlə qarşılayır. Əlbəttə, bu barədə danışmaq başqalarına nisbətən onun üçün daha çətindir. Lakin hərgah Nastasiya Filipovna onun Totskinin qəlbində xudpəsəndlik və öz şəxsi müqəddəratını sahmana salmaq arzusundan başqa ona qarşı müəyyən xeyirxah niyyətin də mövcud olmasına inansaydı, onda başa düşərdi ki, Nastasiya Filipovnanın tək tənha yaşamasını görmək ona çoxdan qəribə və hətta ağır təsir bağışlayır. Axı burada qeyri-müəyyən qəm-qüssədən həyatın təravətlənə biləcəyinə dərin şübhədən başqa nə var? Halbuki yeni həyat tərzi, məhəbbət və ailə şəraitində çox gözəl çiçəklənərək yeni məqsəd kəsb edə bilərdi. Tək tənhalıqda bəlkə də çox parlaq qabiliyyət məhv ola bilər. Öz qəm-qüssəsindən könüllü surətdə nəşələnmək, sözün qısası hətta müəyyən bir romantizm Nastasiya Filipovnanın nə sağlam zəkasına layiq bir şeydir, nə də onun nəcib qəlbinə. Onun üçün bu barədə danışmaq başqalarına nisbətən daha çətin olduğunu bir daha təkrar edərək sözünü elə bitirdi ki, hərgah o gələcəkdə Nastasiya Filipovnanın həyat və güzaranını səmimi qəlblə təmin etmək üçün ona 75.000 manat təklif etmiş olsa, ümid edir ki, Nastasiya Filipovna onun bu təşəbbüsünü nifrətlə qarşılamaz. O, izah etmək məqsədi ilə əlavə etdi ki, fərqi yoxdur, bu məbləğ onun vəsiyyətnaməsində onsuz da Nastasiya Filipovna üçün müəyyən edilmişdir. Sözün qısası, bu heç bir mükafat filan deyil. Və nəhayət onun öz vicdanına bir şeylə təskinlik verib günahını yüngülləşdirmək kimi bəşəri arzusuna nə üçün gərək yol verilməsin, bağışlanmasın və s. və ilaxır. Belə hallarda bu mövzuda lazım olan hər şey söyləndi. Afanasi İvanoviç uzun və bəlağətlə danışaraq, necə deyərlər, ötəri olaraq çox maraqlı bir məlumatı da əlavə etdi ki, bu 75.000 manat əhvalatını dilinə birinci dəfə gətirir. Bu puldan bax burada əyləşən İvan Fyodoroviçin özünün də xəbəri yox idi. Bir sözlə heç kəs bilmirdi. Nastasiya Filipovnanın cavabı dostların ikisini də heyrətə saldı. Onun çöhrəsində əvvəlki kinayə və rişxənddən, əvvəlki ədavət, düşmənçilik və nifrətdən, yadına düşəndə indiyə qədər də Totskinin canına üşütmə salan əvvəlki qəhqəhədən nəinki əsər əlamət belə yox idi. Əksinə, Nastasiya Filipovna nəhayət bir adamla açıq və dostcasına danışa bilməsinə sanki sevinmişdi. Etiraf etdi ki, o özü çoxdan dostcasına məsləhətləşmək istəyirdi. Ancaq qürur hissi buna mane olurdu. Lakin indi ilk addım atılmışdır. Bundan da yaxşı bir şey ola bilməzdi. Əvvəlcə kədərli təbəssümlə, sonra isə şən və şaqraq gülərək etiraf etdi ki, əvvəlki tüğyan hər halda baş verə bilməz. O, həyata baxışını çoxdan qismən dəyişmişdir. Qəlbini sıxan kədər və təşviş hələ aradan qalxmayıb. Buna baxmayaraq, bir çox şeyi baş vermiş olan faktlar kimi etiraf etməyə vadar olmuşdu. Olan olub, keçən keçib, keçənə də güzəşt deyərlər. Belə ki, Afanasi İvanoviçin qorxusunun hələ də davam etməsinə o hətta təəccüb edir. Nastasiya Filipovna bu yerdə İvan Fyodoroviçə müraciət edərək dərin bir ehtiram ifadəsi ilə dedi ki, onun qızları haqqında çoxdan xeyli şey eşidib.
onlara dərin və səmimi hörmət hissi bəsləməyə çoxdan adət etmişdir. Onun bu qızlar üçün hər hansı bir cəhətdən faydalı ola biləcəyi fikri təkcə bu fikir onun üçün gərəkdir ki, səadət və iftixar hissi ola bilərdi. İndi onun həyatının ağır və qüssəli, olduqca kədərli olması doğrudur. Afanasi İvanoviç onun xəyalından keçənləri başa düşmüşdür. O, yeni məqsədi dərk edərək, məhəbbətdə də olmasa, heç olmasa ailədə ürək açıqlığı duymaq istərdi. Lakin Gavrila Ardalyonoviç haqqında heç bir şey deyə bilməz. Gəncin onu sevməsi deyəsən doğrudur. O hiss edir ki, məhəbbətinin möhkəmliyinə inana bilsəydi, bu gənci özü də sevə bilərdi. Lakin o, hətta səmimi olsa da çox cavandır. Belə vəziyyətdə qərar qəbul etmək çətindir. Bir də ki, onun hər şeydən artıq xoşuna gələn cəhət budur ki, cavan oğlan işləyir, zəhmətə qatlaşır, bütün ailəni tək canına təmin edir. O eşitmişdir ki, bu gənc zirək və çalışqan adamdır, məğrurdur, müvəffəqiyyət qazanmaq, mənsəb sahibi olmaq, yüksəlmək istəyir. Onu da eşidib ki, Gavrila Ardalyonoviçin anası Nina Aleksandrovna İvolgina çox yaxşı və son dərəcə möhtərəm bir qadındır. Onun bacısı Varvara Ardalyonovna çox gözəl və çalışqan qızdır. O, bu qız haqqında Pititsından çox şey eşidib. O eşitmişdir ki, onlar öz bədbəxtliklərinə mərdliklə dözürlər. Onlarla tanış olmağı çox istəyərdi. Lakin onların Nastasya Filipovnanı öz ailələrinə şadlıqla mı qəbul edəcəkləri hələ məlum deyil. Ümumiyyətlə, bu nikah imkanı əleyhinə o heç bir şey demir. Lakin bu barədə hələ çox düşünüb daşınmaq lazımdır. İstəyərdi ki, onu tələsdirməsinlər. O ki, qaldı 75.000 manata. Afanasi İvanoviç əbəs yerə bu pul haqqında danışmağa belə çətinlik çəkir. O özü pulun qədrini, qiymətini başa düşür. Əlbəttə, pulu qəbul edəcəkdir. O, Afanasi İvanoviçə nəzakət üçün nəinki Gavrila Ardalyonoviçə, hətta generala da bu barədə bir söz demədiyi üçün təşəkkür edir. Lakin burada nə varmış? Bu barədə onun da irəlicədən xəbərdar olmasının nə zərəri var? Onların ailəsinə daxil olurkən bu puldan utanmağın heç bir mənası yoxdur. Hər halda onun heç kəsdən heç bir məsələdə üzr istəmək niyyəti yoxdur və istəyir ki, bundan xəbərdar olsunlar. O, nə Gavrila Ardalyonoviçin ürəyində, nə də onun ailəsində özü haqqında mübhəm bir fikir və niyyət olmadığına inanmayınca ona ərə getməyəcəkdir. Hər halda o özünü heç bir şeydə günahkar hesab etmir. Həm də yaxşısı budur, qoy Gavrila Ardalyonoviç bu 5 ildə onun Peterburqda nə cür şəraitdə yaşamış olduğunu, Afanasi İvanoviçlə münasibətini və bu müddət ərzində çoxmu sərvət toplamış olduğunu öyrənsin. Nəhayət, hərgah o indi kapitalı qəbul edirsə, bunu heç də günahkar olmadığı öz rüsvayçılığının bahası kimi deyil. Sadəcə olaraq məhv edilmiş taleyi üçün mükafat kimi qəbul edir. O, bütün bunları söyləyərkən nəhayət hətta elə qızışdı və elə əsəbləşdi ki, yeri gəlmişkən deyək ki, çox təbii idi. General Yepançin olduqca razı qalaraq işi qurtarmış hesab etdi. Lakin bir dəfə gözücü qorxmuş Totski indi də bir o qədər inanmırdı. Düşünürdü ki, çiçəklər altında ilan gizlənmiş olar. Ona görə xeyli vaxt qorxurdu. Buna baxmayaraq danışıqlar başlandı. Hər iki dostun bütün kələyinin əsaslandığı maddə, yəni Nastasya Filipovnanın Qanyaya bənd ola bilməsi imkanı yavaş-yavaş aydınlaşıb özünü doğrultmağa başladı. Belə ki, müvəffəqiyyət əldə ediləcəyi imkanına hətta Totski də bəzən inanmağa başlayırdı. Bu aralıq Nastasya Filipovna Qanya ilə məsələni aydınlaşdırdı.
çox az söz deyildi. Elə bil ki, bu barədə danışanda onun isməti təhqir olunurdu. Buna baxmayaraq, Nastasya Filipovna onun sevgi və məhəbbətini rədd etmir, buna rəğbət göstərirdi. Lakin inadla, qəti olaraq bildirirdi ki, özünü heç bir məsələdə sıxıntıya salmayacaq ta toy gününə qədər. Hərgah toy olacaqsa, lap son saatda belə yox demək hüququnu öz ixtiyarında saxlayır. Eynilə bu cür ixtiyarı Qanyaya da verir. Çox keçmədən Qanya bir uğurlu təsadüf nəticəsində səhih öyrəndi ki, onun bütün ailəsinin bu nikahdan və şəxsən Nastasya Filipovnadan narazılığı və ona qarşı bəslənən bədxah münasibət artıq bütün təfsilatı ilə Nastasya Filipovnaya məlumdur. Narazılıq isə ailədə baş verən mübahisə və münaqişə nəticəsində aşkar olmuşdu. Qadın özü Qanya ilə bu barədə heç bir şey danışmırdısa da, Qanya belə bir söhbətin başlanacağını hər gün gözləyirdi. Bir də ki, bu elçilik və danışıqlar haqqında meydana çıxan bütün əhvalat və qəziyyələr barədə hələ çox şey söyləmək olardı. Lakin biz onsuz da irəli qaçmışıq. Özdə ki, hadisələrdən bəziləri hələ çox qeyri-müəyyən şayələr şəklində idi. Məsələn, güya ki, Totski hardansa öyrənmişdi ki, Nastasya Filipovna Yepankinin qızları ilə nə isə qeyri-müəyyən və hamıdan gizli saxlanan məxfi əlaqəyə girmişdir. Bu şayiə heç ağlabatan deyildi. Halbuki başqa bir şayiəyə o qeyri-iradi olaraq inanır və bundan dəhşətli dərəcədə qorxurdu. Totski eşitmişdi ki, Qanyanın ancaq pul xatirinə evlənməsini onun qəlbi qara, tamahkar, səbirsiz, paxıl və hədsiz dərəcədə xudpəsənd adam olmasını Nastasya Filipovna güya ki, çox gözəl bilir. Əvvəllər Qanya Nastasya Filipovnanı ələ keçirməyə, qələbə qazanmağa həqiqətən can atırdı. Lakin dostların ikisi də hər iki tərəfdən başlanmış olan bu ehtirasdan öz faydaları üçün istifadə etmək və Nastasya Filipovnanı Qanyaya qanuni arvad kimi sataraq Qanyanın özünü satın almaq qərarına gələndə gənc oğlan Nastasya Filipovnaya bütün varlığı ilə nifrət etməyə başladı. Güya ki, ehtirasla nifrət duyğusu onun qəlbində əcaib şəkildə birləşdi. Qanya istirablı tərəddüdlərdən sonra nəhayət dırnaqarası əxlaqsız qadına evlənməyə razılıq versə də, ürəyində and içmişdi ki, bunun üçün o qadından amansız intiqam alacaq. Sonra da güya ki, özünün dediyi kimi onun dırnaqarası axırına çıxacaq. Bütün bunları Nastasya Filipovna güya bilir və xəlvəti olaraq nə isə hazırlayırdı. Totski hətta elə qorxmuşdu ki, öz təşvişlərini daha heç Yepankinə də bildirmirdi. Lakin elə anlar olurdu ki, o zəif insan kimi birdən yenə də ruhlanır, kefi açılırdı. Məsələn, Nastasya Filipovna nəhayət dostların ikisinə də söz verəndə ki, anadan olduğu günün axşamı son sözünü deyəcək, Totski fövqəladə dərəcədə ürəklənib, ruhlandı. Amma ki, ən möhtərəm İvan Fyodoroviçə aid olan ən heyrətamiz və ən ağla sığmayan şayiə heyhat getdikcə daha doğru çıxırdı. Bu əhvalatda ilk nəzərdən hər şey tamamilə cəfəngiyat təsiri bağışlayırdı. Çətin inanmaq olurdu ki, güya İvan Fyodoroviç ahıl yaşlarında dərin ağıl və zəka sahibi olduğu və həyata çox gözəl bildiyi halda və s. və ilaxır, özü Nastasya Filipovnaya meyil salmışdır. Lakin elə bir tərzdə o dərəcədə ki, bu şıltaqlıq lap ehtirasa bənzəyirdi. Belə halda o nəyə ümid edirdi? Bunu təsəvvür etmək də çətindir. Bəlkə hətta Qanyanın özünün köməyinə. Məsəl üçün, Totski nə isə belə bir şeydən şübhələnmişdi. O,
generalla Qanya arasında qarşılıqlı anlaşmaya əsaslanan nə isə dinməz və sakit saziş mövcud olmasından şübhələnirdi. Bir də məlumdur ki, ehtirasa həddən artıq qurşanan, sövq edilən adamın, xüsusilə yaşlı şəxsin gözləri tutulur. Buna görə də heç bir ümid olmayan yerdən ümid gözləməyə hazırdır. Hələ bu bəs deyilmiş kimi ağlını da itirərək çox ağıllı, müdrik adam olsa da sarsaq uşaq kimi hərəkət edir. Məlum idi ki, general Nastasiya Filipovnaya anadan olduğu gün öz tərəfindən təqdim etmək üçün bir hədiyyə, çox bahalı və son dərəcə qəşəng mirvari hazırlamışdı. Özü də Nastasiya Filipovnanın şəxsi mənfəət güdməyən təmənnasız qadın olmasını bilirdisə də, bu töhfə ilə olduqca maraqlanırdı. Nastasiya Filipovnanın anadan olması gününün ərəfəsində özünü tox tutub, həyəcanını məharətlə gizlətsə də çox böyük təşviş keçirirdi. Generalın arvadı Yepançinaya məhz bu mirvari haqqında xəbər çatmışdı. Doğrudur, Lizaveta Prokofyevna öz ərini yelbeyin və hərdəmxəyal olmasını çoxdan duymağa başlamış və buna hətta qismən adət də etmişdi. Lakin axı belə bir əhvalatı qulaqardına vurmaq olmazdı. Mirvari haqqındakı şayə onu son dərəcə maraqlandırırdı. General bunu irəlicədən başa düşmüşdü. Hələ bir gün əvvəl ayrı cür sözlər deyilmişdi. O hiss edirdi ki, ətraflı surətdə sorğu-sual olunacaq. İzahat vermək lazım gələcək. Ona görə də qorxurdu. Bizim hekayəti başladığımız həmin səhər çağı general məhz bu səbəbə görə öz ailə üzvləri ilə birlikdə səhər yeməyinə heç getmək istəmirdi. Hələ knyaz gəlməmişdən qabaq o işinin çox olduğunu bəhanə edib səhər yeməyindən imtina etmək qərarına gəlmişdi. Generalın imtina etməyi bəzən sadəcə başını götürüb qaçmaq demək idi. O, heç olmazsa təkcə bu günün başlıca olaraq bu axşamının ağası olmaq istəyirdi. Bu şərtlə ki, qanqaralıq olmasın. Birdən knyazın gəlməsi lap yerinə düşdü. General arvadının otağına qədəm basanda öz-özünə düşündü. Bunu lap Allah yetirdi.